Salam, mən Fils Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizə Dəyanət vəsaitindən əsasən hazırlanmış, daha doğrusu elə Dəyanət liseyinin keçirilmiş qəbul sınaqlarından birinin seçmə suallarının izahını verəcəm. Elə isə başlayaq. Məsələn, birinci tənlikdən. Biz burada nə görürük? 6x-2, 6x-2. Biz bunun eyni olduğunu görürük. Yəni, məsələn, bu əgər A ədədidirsə, onda bu da A ədəd olur. Onda biz nə başa düşürük? A-nın kvadratı 784 etməlidir. Yəni A-nı A-ya vuranda 784 edir. A-nın kvadratı, yəni hansı ədədin kvadratı 784-dür? 28-in. Deməli A 28-dir. Bəs əzbər bilmiriksə, əzbər bilmirsinizsə sadəcə yoxlama üsulu ilə gedə bilərsiniz. Məsələn, 26 vur 26 baxasınız. 784 edirmi? Xeyr. 28 vur 28, amma 784 edir. Deməli, 784 28-in kvadratıdır. İndi baxıram. Mən bayaq A nəyə demişdim? 6x-2-yə A demişdim. Yəni 28. Onda alınır 6x bərabərdir. Çıxmadı. Bərabərliyin digər tərəfinə keçəndə əksinə dəyişir. Toplama olur. Olur 30. X bərabərdir. Burada görünməyən bir vurma işarəsi var. Bərabərliyin digər tərəfinə altını keçirsək, vurma olacaq bölmə. 30-u böləcək 6-ya etdi 5. Tənliyin kökünü tapdım. Amma məndən tənliyin kökünü istəmir. 5 götürsək səhv olacaq. Məndən kökün kubunu istəyir. Yəni kub da nədir? Eyni ədədin 3 dəfə özünə vurulması. Yəni 5-in kubu. 5-i də 3 dəfə bir-birinə vuranda cavab edir 125 E bəndi. Mən birbaşa çalışacağam burada elə sualların izahına baxaq ki, daha çox rastımıza çıxa biləcək tiplərdən olsun. Məsələn, 52-də bizə şəkil verib, kvadrat olduğunu verib və kvadratın deyir, rənglənmiş hissənin sahəsi 49-dur. Əgər bura 49-dursa və mən görürəm ki, 4 bərabər hissəyə bölünüb, onda ümumi kvadratın sahəsini tapmaq üçün mən gedəcəm, 49-u vuracam 4-ə. 4 9-um 36, 6 yazdıq, 3 yazdıq, 4 4-üm 16, 19. Aldım 196. Deməli, mən nə başa düşdüm? Kvadratın sahəsi 196-dır. 196 kvadratın sahə düsturu nədir? A-nın kvadratı, yəni A-nı A-ya vuranda 196 edir. Deməli, ədədim 14-dür. Çünki 14-ü 14-ə vuranda 196 edir. A-nı yazdıq 14. Tapdım. Yəni kvadratın bir tərəfi 14-dür. Məndən isə kvadratın perimetrini istəyir. Baxın, kvadratın perimetr düsturu 4 vurulsun A-dır. Yəni birinci gedirəm 14-ü vururam 4-ə. Cavab deyilir 56 santimetrlə işləyirik axı. O səbəbdən 56 santimetr. 56 santimetri yazdım. Amma baxıram ki, cavabda 56 santimetr yoxdur. Onda nə edirik? A-nı dəqiq çıxırıq. 14 deyil, 13 deyil, 52 deyil. Biri 56 millimetrdir, biri 560 millimetrdir. Mən də bilirəm ki, 1 santimetrim 10 millimetrdir. O səbəbdən 56 santimetrim də 560 millimetr olmuş olacaq. Daha sonra baxaq görək buradan necə bir sualların izahını edə bilərik ki, sizə faydalı olsun. Məsələn, baxaq 57-ci suala. Bizə ədəd verib. Bu ədədin onluqlarının sayı qədər təkliyi olan ədədin, baxın, axıra qədər oxuyub, ilişib qalmırıq. Nə edirik? Hissə-hissə baxırıq suala ki, daha yaxşı başa düşək. Onluğunun sayı bir ədəddə neçə onluq olduğunu tapmaq istəyiriksə, onda neçə sıfır var? 1 sıfır. Ona görə də sondan bir dənə ədədi silirəm. Yəni, bu ədədin onluqlarının sayı deyirsə, mən sondakı 2-ni yazmıram. Mənim ədədimin onluğu budur. 85.074. Onluğunun sayı qədər təkliyi olan ədəd. Və qayda bilirik ki, hər bir ədədin özü qədər təkliyi var. Təkliyi nə deməkdir? 1. Yəni, bu ədədin içində özü qədər 1 var. Düzdürmü? Deməli, bu ədədin elə təkliyi var deyirsə, elə 85.074-dən söhbət gedir. Minliklər sinifi, siniflər 3-3 ayrılır sondan əvvələ doğru.
təkliklər sinifi, minliklər sinifi. Bundan da əvvələ geçsəydik, olardı milyonluqlar sinifi. Minliklər sinifini yazdıq 85. Neçə vahid var? 85-in içində vahid nə deməkdir? 1. 85-in içində neçə dənə 1 var? Elə 85 dənə 1 var. Ona görə də doğru cavab olacaq B bəndi. 58-ə baxaq. 3 rəqəmli ədəddir, sağına 5 yazdılar. Məsələn, özümdən bir 3 rəqəmli ədəd götürürəm. 500. Sağına 5 yazdım, oldu 5000. Ədəd neçə idi? Ədəd 500 idi, oldu 5005. Deyir, ədəd 5000 vahid artdı. 5000-in üstünə 500 gələndə 5500 edir. Amma biz 5005 yazmışıq. Deməli, A səhvdir. Azalma yoxdur, əksinə artıb deyə B səhvdir. C-yə baxıram. 10 dəfə 500-ü 10-a vuranda edir 5000 və 5 vahid. Bəli, 5000-in də üstünə 5 gələndə 5005. Deməli, doğru cavab oldu C bəndi. Belə sualları nümunə ilə rahatlıqla hesablamaq olur. Və yaxud məsələn, 62-yə baxaq. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 3700 alınan ədədlərin ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Aha, biz bilirik ki, yuvarlaqlaşdırmada bir böyük ədəd, bir kiçik ədəd təbii ki, versiyaları mövcuddur. İndi yazaq bura. Bu ədədi deyir bizə yüzlüyə qədər yuvarlaqlaşdıranda ən böyüyün, bir ən kiçiyin istəyir. İmkan olaraq ən böyüyün istəyirsə, yəni 7-dən sonra mən artıq təbii ki 8 yaza bilmərəm. 3700, görək 99 yaza bilərikmi? Xeyr, 99 yaza bilmərik. Mütləq şəkildə nə yazmalıyıq ki, biz burada nəyin istəyir? Biz birinci ən böyüyünü yazırıq. Ən böyüyünü istəyir. 7-dən sonra 9 yaza bilmirəm, 5 yaza bilmirəm. Çünki 7-dən sonra 5-dən böyük ədədlər gəlsə 7 8-ə çevriləcək. 4-ü və özündən sonra ən böyük istədiyi üçün 9-u yazdım. 3749. Bundan böyük ola bilərmi? Məsələn, 3750 yazsam artıq 3800-ə yuvarlaqlaşacaq. O səbəbdən olmaz. İndi ən kiçiyinə baxırıq. 3000 kiçik deyir də 7-ni salaq eləyək 6. 6-dan sonra 5 yazaram ki, yuvarlaqlaşanda 7 olsun. 5 və ən kiçik deyir deyə 0. Qurtardı getdi. Bizdən də bu ədədlərin cəmini istəyir. 9 ədədləri düz yazmışıq alt-alta. 9 7 ilə 6, aha, 3 6 7. 7399. Deməli doğru cavab olacaq C bəndi. Daha sonra başqa görək hansı suala baxa bilərik. 60 ilə 64 də çox soruşulan suallardan biri olub. 60 əslində asandır. Deyir ki, bizə 27 böyük bərabərdir, x böyükdür 12 bərabərsizliyin natural həllər çoxluğu ilə eyni olmayan variantı istəyir. Baxın, burada nə demək istəyir? X hansı ədədləri ala bilər? Bax, yazıram. 13-dən başlayaraq, çünki 12-ni almır, bərabərlik yoxdur. 13-dən başlayaraq gedir, 27-nin altında bərabərlik var. Yəni 27-ni ala bilir. 13-dən başlayır, 27-ni ala bilir. A doğrudur. 13-sə başlayır, çünki 12-nin altında xət yoxdur, 12-ni almır, 27-ni də alır. B doğrudur. 13-ü alır, eyni zamanda 27-ni də alır. C doğrudur. Bunu bölək 2-yə. 13-dən böyüdür, x böyüdür 28. Düzdür, 27-ni alır, amma 14-dən başlayır. Bizdən isə 13-dən başlayanı istəyir. O səbəbdən uyğun olmayan D bəndidir. Son olaraq 64-ə baxaq. Bizə uc nöqtələri E və D nöqtələrində olan ED parçasının orta nöqtəsi F24 nöqtəsi olarsa x istəyir. Ümumiyyətlə, uc nöqtələr verilir və orta nöqtə istəyirsə, orta nöqtə nədir? Ortası da, yəni ortasını tapmaq üçün nə etməliyəm? Toplayıb 2-yə bölməliyəm.
Mən sadəcə bunu başa düşdüm ki, eynən D uc nöqtədir. Orta nöqtəsi deyir deyə, yəni ortasını deyir deyə 2-yə bölürəm və nəticədə F alınır. İndi başa düşdüm ki, E-nin yerinə yazmalıyam x üstəgəl 5, D-nin yerinə yazmalıyam 3x üstəgəl 7, bölünsün 2 bərabərdir f də 24. İlkin olaraq bölmə əməlidir. Bərabərliyin digər tərəfinə keçəndə vurma olur və sadələşdirək mötərizənin içində x-larla x-ları toplayırıq 4x, 5 ilə də 7-ni toplayırıq 12 bərabərdir. 24-ü də vurduq 2-yə 48. 3x bərabərdir. Toplamaya görə 12-ni digər tərəfə keçirdəndə çıxma olacaq. Yəni 48-dən 12 çıxıram 36. X da bərabərdir. 36-nı bölürük 3-ə 12. Qutardı getdi. Doğru cavab oldu E bəndi. Beləcə müəyyən sualların izahını sizlə bölüşdük. Düşünürəm ki, izah yararlı oldu. Növbəti izahlarda görüşənədək hələlik.